Azərbaycan İpoteka Fondu yeniliyə imza attı. Qurum auditor cəlb etdi. İyulun 28-də imzalanan satın alma müqaviləsinə əsasən dünyanın ən böyük 4 şirkətlərindən biri olan Deloitte & Touch MMC Consulting fondun informasiya texnologiyaları sistemlərinin auditini həyata keçirəcək. İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, bu əməkdaşlıq 3 istiqamət üzrə müsbət təsir göstərəcək. Beynəlxalq audit şirkətinin cəlb edilməsi vəsaitlərin daha səmərəli və daha şəffaf xərcləməsinə imkan verəcək. Nəzərə alsaq ki, söhbət dünyanın ən tanınmış və nüfuzlu şirkətlərindən birindən gedir, bu İpoteka Fondunun kredit reytinginin artırılmasına da xidmət edəcək. İpoteka Fondunun reputasiyasını daha da yaxşılaşdırması imkan verəcək ki, İpoteka Fondu beynəlxalq maliyyə mənbələrinin çıxış imkanları əldə etsin və beynəlxalq maliyyə mənbələri çıxış imkanları əldə edilməsi İpoteka Fonduna yalnız dövlət büdcəsindən və eyni zamanda ipoteka istiqrazların yerləşdirilməsindən əldə edilən vəsait hesabına deyil, eyni zamanda beynəlxalq maliyyə qurumlarının vəsait hesabına vətəndaşlara kreditlər təklif etməsinə şərait yaradacaq və bu praktik olaraq vətəndaşların daha çox kreditlərdən istifadə imkanları deməkdir. Beynəlxalq qurumların maliyyə vəsaitlərinin cəlb edilməsi eyni zamanda İpoteka Fonduna daha aşağı faizli kreditlərin əldə edilməsinə, nəticədə isə vətəndaşlara verilən ipoteka kreditlərinin faizlərinin aşağı düşməsinə zəmin yaradacaq. Bu isə o deməkdir ki, hətta nisbətən az əmək haqqı alan vətəndaşlar belə ipoteka kreditlərindən yararlana biləcəklər. Bundan sonra artıq İpoteka Fondu 8% deyil, 4 və maksimum 5% kreditləri təklif etmə imkanına malik olacaq. Bu o demək ki, adi ipoteka kreditlərində 3%-ə yaxın azalmanın qeydə alınması mümkündür. Çünki beynəlxalq maliyyə qurumlarının təklif etdiyi kreditlər ucuzdur. Onların xüsusən ilk illərdə faiz hesablanmır və hesablanan faizlər aşağı olduğu üçün bu təbii ki, İpoteka Fondu üçün daha az xərcli və daha ucuz vəsaitin cəlb edilməsidir.